Salam dostlar, bugün sizə aldığım paketlər göstərəcəm. Birinci bunu göstərim. Baxın, bunu 3 manada almışam. Axırda hardan aldığımı da deyəcəm. Sonra belə bir pop almışam. Bu 1 manat idi. Sonra belə bir rəngli tüstü almışam. Sarı rəng verir. Bu 2 manada almışam mən bunu. Sonra bunlardan almışam. Bunların içərisində bir dəqiqə. Belə şeylər yandırsan belə yanır. Qoyaq içinə. Evet. Sonra belə bir şey var. Dinamit. Bu 3 manat idi. Sonra Crazy Robot da var. Bu da 3 manat idi. Sonra bu P23 hamı tanıdı P23. Bu fake'di. Yəni Çindən gəlib, ona görə çox almadım, 2 dənə almışam. Bu qiyməti 2 manata almışam mən bunu. Sonra belə bir şey var. Bu bilmirəm nədir, amma çox ucuza verdiyə aldım. Bunu 1 manata verdi, amma bilmirəm nədir. Üstü belə kəsiri bilmirəm nədir, ona görə aldım. Sonra belə bir fişəngim var. Straminator yazır üstündə. Böyle ucundan yandırırsınız. Fitili. Göydə patlayır. Sonra belə bir Ek23 var. Göstərim. Sonra Ek23. Bu da 3 manat idi. Fişəngci demədim, bu da 3 manat idi. Sonra burada belə bir şey almışam. Bu çox ucuzdur. 30 qəpik idi. Səhv eləmirəmsə. Bəli, mənim aldığım zırh paketlər bu qədər idi. Mən bu zırh paketləri Sədərəkdən almışam. Bunu sıra 3'də 4'də 5 yazıyor. Bir də xala var orada. Hicablı xaladır, yeməzdə satır. O satır 2 manatdır. Sonra elə bu pop-poplar deyə açıq satılır. Əgər belə P23 zad almaq istəsəz, sıra 6'da toplar satılan yerə gedin. Sonra bunları almaq istəsə belə 3 manatlıqları. Bunları almaq üçün də o sıra 3-4-5'e gəzin. O xalanın satdığı yerin qabağında corab satan bir dənə yer var. Orada çoxlu var. İstəsəz alarsınız. Yəqin ki, xoşunuza gəldi. Sağ olun.